Salam dəyərli izləyicilər, hamınızı xoş gördük. Necəsiniz? Əziz izləyicilər, bildiyimiz kimi bu ayı, yəni iyun ayının 22-sindən başlayaraq iyul ayını, yəni 7-ci ayın 22-sinə qədər, 22-si də daxil olmaqla xərçəng bürcü altında doğulanların artıq ayı başlayır. Ona görə də sizin hamınızdan xahiş edirəm ki, yuxarıda gördüyünüz o pilusu zəhmət olmasa əlinizdən toxunun, bəyənin, təqib edin, paylaşın, həmin Instagramda, həm də TikTokda. Ona görə də mən həmişə deyirəm ki, xoş gördük dəyərli Instagram və TikTok izləyicilərimiz. Və çalışın ki, mənim səhifəmə abunə olasınız və həftəlik, aylıq, illik bürclər haqqında geniş necə deyim, məlumatlar veriləcək. Hansı ayda hansı bürcləri nələr gözləyir, həftəlik proqnozlar veriləcək. Kimlər ki, mənim səhifəmə təqib edir, mənim izləyicilərimdir, onlar yalnız mənim səhifəmə girib baxa biləcəklər. Odur ki, bəyənmənizi, zəhmət olmasa o ağı qızardın, əlləriniz var olsun, dərd görməsin və təqib edin, paylaşın. Hamınıza öz təşəkkürümü bildirirəm və psixoloji problemi olanlar, stressdən, depressiyadan, fobiyadan uzaq olmaq istəyənlər və ayrıca astroloji proqnoz almaq istəyənlər 055 294 00 56 nömrəli telefonla əlaqə saxlaya bilərsiniz. WhatsApp-a yazın və təbii ki, sizə cavab veriləcək. Xərçəng bürcü altında doğulanlar özəl bir bürcdülər. Onlar su ünsürü olduğuna görə xərçəng bürcü altında doğulanlardan gözəl musiqiçi, mütəfəkkir, alim çıxır bu bürcün. Bu bürc altında doğulan insanlardan. Ona görə də bu bürc altında doğulan insanlar gözəl xasiyyətə malik olur. Xərçəng kişiləri ruzulu olurlar. Xərçəng kişiləri çılğın olurlar. Xərçəng kişiləri ehtiraslı olurlar. Xərçəng kişilərində elə bir qüvvə var ki, onlar istədikləri qadını yoldan eləyə bilirlər. Onların o dili, onların o başarığı, onların o necə demək, belə xərçəng kimi yavaş-yavaş getməyinə baxmayın. Onlar bütün istədikləri qadını əldə edə bilirlər. Amma bir müddətdən sonra o qadınlardan elə bilin ki, özlərinə yalvartdırmaqlarından zövq alırlar. Yəni, hansı qadın onlara yalvarırsa, o ondan zövq alır. Elə xərçəng kişisi var ki, inanın mənə, bəlkə mənə qulaq asan xanımların bəzilərinin həyat yoldaşları və yaxud da qardaşları və yaxud da kimsə xərçənglərdən var. Xərçəng bürcü altında doğulan kişilər çox ürəyi açıqdır, geniş xasiyyətə malikdir, ruzu qazanandır, əzabla da, əziyyətlə də olsa qazanır, amma bircə xasiyyətləri xoşuma gəlmir ki, onlar həm suçlu, həm də güclü olur. Çünki xərçəng bir kişisi başqa bir xəyanətdə, suçda tutularsa, inanın ki, bu xərçəng kişisi özü də küsür. Elə olur ki, bir həyat yoldaşı xanım, həyat yoldaşı xərçəng kişisi özünə bağlaya bilmir. Necə bağlaya bilmir? Elə bilin ki, ər-arvaddırlar, bir otaqda yatmalıdırlar. Amma xərçəng kişisi gedib qonaq otağında yatıb, xanımı yataq otağında yatıb və bu küsür özündən. Ona görə də xərçəng kişilərin xanımları, onları mütləq biraz altdan getməlidirlər. Niyə görə ki, onlara çox da heç nəyə məcbur etmək olmaz. Ona görə də xərçəng bürcü altında doğulan kişilər həm suçlu, həm güclü olduqlarından kimi həmişə özlərini təmizə çıxardırlar. Ona görə də bunların bu xasiyyətindən ən belə minus xasiyyətləri budadır. Yoxsa belə kişi kimi dəyərli, əl açıq, səxavətli, amma gəl görə ki, bunlar həmişə özlərini bax belə tuturlar ki, mənəm. Əziyyət çəkirlər, zülüm də çəkirlər, maddiyyatdan da çoğunluq çəkirlər, amma yenə də o qürurların itirmirlər və həmişə o öz xanımında nöqsan axtarır, pirçin axtarır, rus demişkən, nəsə bir axtarır ki, onu tapsın, onu ilə də bir qalmaqal salsın. Onlara görə də o deyir, odla od eləmək lazımdır, odun üstünə su tökmək lazımdır. Ona görə də bacarın, bu kişiləri yola verin, onların ürəklərini ələ alın, onda sizdə onlardan yaxşı ər, sevgili ola bilər. Xərçəng qadınlarının özəl dünyası var.
Xərçək qadınları romantik olurlar, dəyişkən xarakterə malikdirlər. Bir xərçək xanımı öz həyat yoldaşından çox şey istəmir. Elza Seyid Cahan demiş ki, bir qadına nə lazımdır? Yalnız bircə şey. O da nədir? Xərçək xanımları öz həyat yoldaşından diqqət istəyirlər, qayğı istəyirlər. Əgər həyat yoldaşınız xərçək xanımıdırsa, sizə bir stəkan çay sizi verirsə, inanın deyin ki, çox sağ ol, nə gözəl çaydır. İnanın ki, onun üçün bu dünyadır. Xərçək xanımları sevdikləri kişidən qızıl brilyant var, dövlət istəmirlər. Onlardan ancaq diqqət və qayğı istəyirlər. Xərçək xanımları ailə canlı olur, ailəyə bağlı olur, sevgi olur onlarda. Onlar sevdikləri insanları özləri qədər sevir və qorumağa çalışır. Xərçək xanımları hətta xəyanətə məruz qalsalar belə öz həyat yoldaşlarından, öz qardaşlarına, atalarına, analarına heç nə demirlər. Çünki öz ailəsini üstün tuturlar. Xərçək xanımları gözəl evdar xanımlar olur. Həm evin qulluqçusu olur, həm də evin xanımı olur. Xərçək xanımları mətbəxi çox sevirlər. Onlar mətbəxdə bişirdikləri yeməklərdə, onlar gözəl, necə deyim, şirniyyatlar bişirirlər, gözəl tortlar bişirirlər. Onların bişirdikləri xörəkləri yedikcə damağın dada gəlir. Niyə görə? Onlar bişirdikləri yeməyə öz məhəbbətlərini qatırlar. Amma xərçək xanımları pulla davranmağı bacarmırlar. Bir xərçək xanımına, çantasına 1000 manat qoy, bazara geçsin, o 1000 manatdan bəlkə də 10 manat qayıtmayacaq. Özlərini almayacaq, evə çay dasmalı 1 dənə lazımdır, 3 dənə alacaq. İstəkan 6 dənə lazımdır, 12 dənə alacaq. Nəlbəki 5 dənə lazımdır, 15 dənə alacaq. Ancaq evinə, bəzi hallarda özünə nəsə bir ala bilər. Ya ona görə də xərçək xanımları ailə canlı, sədaqətli, vəfalı, duyğusal və onlar əgər bir dərdləri sərləri olacaqsa, onların göz yaşları işlərinə axır. Onlar özlərini göstərmirlər ki, ay mən səndən incimişəm, ay mən səndən küsmüşəm, ay mənim içimdə dərdim var, ay mənim sərim var. Mən deyərdim ki, xərçək xanımları bu il maddi büdcələrinə biraz qənaət etsinlər. Əgər xərçək xanımları maddi büdcələrə qənaət etsələr, inanın ki, bu ildə öz işləri, uğurları, şansları daha gözəl, daha ruzulu, daha bərəkətli olacaq. Ona görə də xərçək xanımı əgər həyatınızda varsa, o xanımlardan müğayət olun. O xanımlar dəyərlidirlər. Gözəl ana olur, gözəl nənə olur, gözəl xanım olur, gözəl evə arvad olur, ondan sonra gözəl evin gəlini olur. Həddindən artıq sadəcə onların qəlbinə dəyməyin, onların o qəlbini sındırmayın. Onlar kövrək qəlbə malikdirlər. Biraz belə dönürlər, biraz belə olurlar, biraz belə olurlar, amma Allahı tanıyan olurlar, Allahdan qorxan olurlar və ailəsinə xəyanət etməyən xanımlar olur. Əsas bu xanımlar, belə xanımların qədrini bilmək lazımdır. Xərçək bürcü altında doğulan xanımlar və bəylər hansı bürcdən olanlarla həyat qursalar daha uğurlu, daha xeyirli olar. Xərçək bürcü altında doğulanlar şir, qız bürcü, balıqlar bürcü, qoç bürcü, oxatan bürcü və dolça bürcü altında doğulanlarla nigahları münasibdir. Mən demirəm o bürcü bürclərdən olmaz. Mən saydığım bürclərlə də ailə qursalar daha münasib olar. Amma xərçək bürcü altında doğulanlar, heç oğlaq bürcü altında doğulanlar da ulduzları barışmır. Ola bilər kimsə ailə qurub, amma inanmıram ki, xərçəklə dolça xoşbəxt yaşasınlar. Mən ona inanmıram. Ya yarımçıq qalacaq, ya da ki, nəsə alınacaq. Xərçək bürcü altında doğulan insanların ən uğurlu ayları fevral və sentyabr aylarıdır. Xoşbəxt gün bazar ertəsidir. Kim deyirsə bazar ertəsi ağır gündür, yalandır. Bazar ertəsi xərçək bürcü altında doğulanlar üçün ən gözəl gündür. Rəqəm 13 rəqəmi 1 Allahın adıdır, 3 də Allah, Məhəmməd, Əli. 13 rəqəmi xərçək bürcü altında doğulanlar üçün ən uğurlu rəqəmdir. Sevimli gülçiçək Ağsu zambağı, sevimli daşqaş, sevgi rəmzi olan yaqut. Bax, yaqut. Bax, bu yaqut qırmızı yaqutda, bundan açığından da ola bilər. Xərçəklər, xərçək qadınları seplərinin arasında və yaxud da qolbağında və yaxud da üzükdə qızılda saxlaya bilərlər. Kişilər isə gümüşdə saxlaya bilərlər. Ona görə də xərçəklər, mən sizi sevirəm. Xərçəklər, siz bir dənəsiz, suyun sürüsüz və sizin həyatınızda çox gözəl şeylər olacaq və bu haqda geniş məlumatlar verəcəm. Odur ki, zəhmət olmasa ekranı bəyənin,
Takip edin. Altından da kommentlerinizi yazın, isteklerinizi yazın. Hansı ildən doğulmusunuz? Onları da yazın. Çünki illər haqqında da geniş məlumat verəcəm. Və psixoloji problemi olanlar, depressiya, stres, fobiya, panik atak, qorxu sindromları yaşayan adamlar və bundan əziyyət çəkən adamlar birbaşa 055 294 00 56 nömrəli telefonun WhatsApp ilə əlaqə saxlaya bilərsiniz və mən bəndəniz psixologiya üzrə fəlsəfə doktoru Doçent İlham Mirzəyev sizin qulluğunuzda duracaq. Bəyənən barmaqlarınız var olsun, təqib edən barmaqlarınız var olsun. Allahdan sizə bolluca ruzu bərəkət, can sağlığı arzu edirəm. Allah əmanət olun və onu da unutmayın ki, aydan da, ulduzdan da, güneşdən də yüksək yalnız və yalnız ulu Tanrıdır. Qoy ulu Tanrı sizə yar və yardımcı olsun. Amin, amin, amin. Hələlik salamat qalın.